3 çıxılsın x bölünsün 2 üstəgəl x. İndi buradakı 2-ni keçirirəm sağdan sola. Çıxılsın 2 böyükdür 0-dan. Yenə bayaqki kimi orta məxrəcə gətirib yazmalıyıq onun surəti. 2 üstəgəl 3 x məxrəcdədir. 3 çıxılsın x. Yenə bu 2 üstəgəl x-i vurub 2-yə yazırıq surətə. Mənfi 2-ni 2-yə vurduq, mənfi 4. Mənfi 2-ni x-ə vurduq, mənfi 2x böyükdür 0-dan. Alınır burada mənfi 3x, çıxılsın 1, bölünsün 2 üstəgəl x böyükdür 0-dan. Baxdım bəzilərinizin dəftərinə, bəziləriniz bu kəsirin, yəni bu bərabərsliyin sağını da solunu da mənfi 1-ə vurub, bu mənfi 3x-i müsbətə çevirmişsiniz. Belə də yazmaq olar. Əgər çevirməyənlər var idi, onlar səhv yazır. Çevirmiriksə bunu, yəni mənfi olaraq saxlayırıqsa, müsbətə çevirmiriksə, belə yazmalıyıq. Mənfi 3x çıxılsın 1 vurulsun x üstəgəl 2 böyükdür 0. Belə yazdıqdan sonra 1 mənfi 3x çıxılsın 1 bərabərdir 0-a, alınır x bərabərdir mənfi 3-də 1-ə. Sonra x üstəgəl 2 bərabərdir 0-a, x bərabərdir mənfi 2-yə. Fərqlidir yazır. Onsuz da bərabəri olmadığına görə fərqi yoxdur. Məxrəc 0 ola bilməz deyə. Mənfi 2 və mənfi 3-də 1-i də yazdıq. İntervalları çəkdikdən sonra, bax bu mənfi 3-də 1-dən böyük ədədlər demək. Mənfi 3-də 1-dən böyük ədəd götürək. Məsələn, 1 olar, 0 olar, 2 olar, fərq etməz. Nə olursa, məsələn 0. 0-ı götürüb burada yerinə yazanda baxıram ki, bura eləyir mənfi 1, bura eləyir müsbət 2. 1 buna vuranda nə eləyir? Mənfi. Ona görə bura olur mənfi, müsbət, sonra mənfi. Müsbətlə yox, mənfi ilə başladı bu səfər. İndi bizə böyükdür 0 dediyinə görə bu hissəni götürürük. Yazırıq ki, mənfi 2-dən mənfi 3-də 1-ə qədər olmuş olur. Mənfi 2-dən mənfi 3-də 1-ə qədər.